Gençlik Dalğası. Gençlik Dalğası. Bugün Azərbaycan gənclərinin səsi dünyanın müxtəlif ölkələrindən gəlir. Belə fəal gənclərimizdən biri də Əbədi Birlik Gənclər İctimai Birliyinin təsisçisi və sədri Şahin Əliyevdir. O, İlhamla Zəfər 20 kitabının müəllifi, eyni zamanda Beynəlxalq Humanistika İnstitutu İctimai Birliyinin sülh səfiri, Qazaxıstanın Köz-Kyanq Yazıçılar Birliyinin Azərbaycanda rəsmi nümayəndəsi, Özbəkistanın Orta Asiya Ədəbiyyat və Mədəniyyət Akademiyasının Azərbaycan üzrə koordinatorudur. Uğurlu fəaliyyətinə görə Şahin Əliyev 2024-cü ildə Türkiyə Respublikasında təsis edilmiş Qızıl Alma mükafat tədbirində ilin ən yaxşı gənc siyasətçisi seçilib. Əsasən Türk dövlətlərində ortaq mədəniyyət, dəyərlərin təbliği istiqamətində bir çox layihələr həyata keçirən gənc fəal ölkəmizi uğurla təmsil edib. Əbədi Birlik Gənclər İctimai Birliyi, Türk dünyasının birliyi və ortaq gələcəyi ideyasına sadiq olan gənclərin bir araya gəldiyi bir platformadır. Biz bu birliyi qurarkən Ulu Öndər Heydər Əliyevin Türk dünyasının birliyi tarixi zərurətdir fikrini əsas götürdük. Eyni zamanda Cənab Prezidentimiz Ali Baş Komandan İlham Əliyevin Türk Dövlətləri Təşkilatında nümayiş etdirdiyi liderlik biz gənclərə də ideoloji istiqamət verir. Biz bu birliyi yaratmaqla Türk xalqları arasında gənclər vasitəsilə mədəni, elmi və sosial körpülər qurmağa çalışırıq. Hazırda bizim fəaliyyətimiz Türk dünyasını əhatə etməkdədir. Bu ölkələrdə nümayəndələrimiz, tərəfdaş qurumlarla əlaqələrimiz, mədəniyyət və gənclərlə bağlı layihələrimiz mövcuddur. Təbii ki də məqsədimiz təkcə tədbir keçirmək deyil, həm də dəyərlərimizi birgə yaşatmaq, gəncləri ortaq milli ideologiya ətrafında birləşdirməkdir. Əsas çağırış milli kimliyi qorumaq və müasir dünyanın informasiya təzyiqləri fonunda öz köklərinə sahib çıxmaqdır. Gənclərimiz elmi, texnologiyanı öyrənməli, amma öz mədəniyyətindən, tarixindən, dilindən uzaqlaşmamalıdır. Əbədi Birlik bu balansı yaratmağa çalışır. Həm intellektual inkişaf, həm də milli mənəvi dayaq. Biz gələcəyin liderlərini təkcə diplomlarla deyil, həm də vətənə və türklüyə sədaqət ruhunda yetişdirmək istəyirik. Mən bütün Türk dünyası gənclərinə səslənirəm. Gələcəyimiz birlikdədir, tariximiz ortaqdır, mədəniyyətimiz ortaqdır. Mübarizəmiz də ortaq olmalıdır. Əbədi Birlik bu ortaq gələcəyə aparan yoldur. Ulu öndərimizin və prezidentimizin bizə verdiyi mənəvi irs bu yolda bizim ideoloji bələdçimizdir. Gənclər, bir olun, biz birlikdə güclüyük. Gençlik Dalğası.